Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillahi amma ba'd. Ömer qardaşımız toxundu Ramazandan məsələlərə və əlavə olaraq onu deyə bilərəm ki, Şeyx Abdülazaq Hafizahullahın Quran-ı Kərimi fəhm etmək və ona əməl etməklə bağlı kiçik bir risalası var, çox faydalıdır. Xüsusilə Ramazan Quran ayıdır, bilirsiniz. Allah Subhanahu taala buyurur ki, Quran-ı Kərimdə Bəqərə surəsi 185-ci ayədə ki, Ramazan o aydır ki, Quran-ı Kərim o ayda nazil olub. Hansı ki, haqqı batildən ayırt edən kitab. Həmçinin Allah Subhanahu buyurur ki, digər ayədə Kitabun ənzəlnəhu leyke mübarəkun yəddəbbər ayəti və yətəzəkərul əlbəb. Nazil etdiyimiz o kitab, Quran-ı Kərim mübarək bir kitabdır. Hansı ki, ayələr tədəbbür olunmaq üçündür. Və Quran-ı Kərimi, qardaşlar, bilirsiniz ki, oxumaq, onu fəhm etmək, mənalarına başa düşmək, ona əməl etmək çox mühümdür. Və xüsusən Ramazanda müsəlmana vacibdir ki, Quran-ı Kərimi çox oxusun, çox əməl etsin. Və Quran-ı Kərimi oxuya bilməyən müsəlmanlar üçün eyibdir ki, indiyə qədər Quran-ı Kərimi öyrənməyiblər. Eyibdir o müsəlmanlar üçün ki, Quran-ı Kərimi oxuya bilmirlər, onu qiraət edə bilmirlər və Quran-ı Kərimdən üz çeviriblər. Və Quran-ı Kərim insanın hidayət olunması üçün ən əzəmətli kitabdır. İnsanın hidayət qapısıdır. Hansı ki, qövmləri hidayət edir Quran-ı Kərim. Və Quran-ı Kərim insanı salih əməllərə yönəldir. O münkəratları tərk etməyə çağırır. Və Quran-ı Kərim insanın qəlbini imanla doldurur. İnsana Allahı tanıtdırır. Və insanı nəcat tapmağa rəğbətləndirir. Allah Azze ve Celle buyurur ki, İnne hâzel Kur'an yehdi lilleti hiye aqvam. Quran-ı Kerim həqiqətən qövmləri hidayət edir. Və yubəşşiril mu'mininəl-ləzīne ya'malunəs-salihati enne lehum ecran kebira. Və möminləri, salih əməl edənləri böyük bir mükafatla müjdəliyir. Həmçinin digər ayədə buyurur ki, İnnəl-ləzīne yatlûne kitâballah və əqamus-salâte və ənfəqû mimmə razaqnâhum sirran və aləniyyə. O kəslər ki, Allahın kitabını oxuyarlar, namaz qılarlar, onlara verdiyimiz ruzidən Allahın yolunda gizlində başqarı sərf edərlər və onlar səmərəsiz olmayan bir ticarətə ümid edərlər. Və Quran-ı Kərim tədəbbür olunmaq üçün nazil edilib, əməl olunmaq üçün nazil edilib, mücərrəd qiraət eləmək üçün deyil. Və Quran-ı Kərim möminlərin vəsfidir, evliyaların, salihlərin vəsfidir. İnsanın hidayəti üçün səbəbidir. İnsanın asiliklərdən çəkinməsi üçün səbəbdir. Zərarətə düşməməsi üçün səbəbdir. Təkəbbür olmaması üçün səbəbdir. Yenə Allah Azze ve Celle digər ayədə buyurur ki, Əfələ yətədəbbərunəl Qur'anə əm alə qulubihim əqfaluhə. Məyər onlar Quran-ı Kərimi tədəbbür etməzlərmi? Yoxsa onların qəlblərində qıfıl mı var? Başqa ayədə deyir ki, Allah Teala Əfələ yetədəbbərunəl Qur'anə və ləv kənə min indi qeyrilləhi ləvəcədu fiyhi ixtilafən kəsirə. Onlar məyər Quranı tədəbbür etməzlərmi? Əgər bu Quran Allahdan qeyrisi tərəfindən olsaydı, onun içində çoxlu ixtilaflar görərdilər. Həmçinin Allah Azze ve Celle Quran-ı Kərimi vəsf eləyərək buyurur ki, Əhsənəl hədis, ən gözəl söz. Quran-ı Kərim ən gözəl sözdür. Və mömin onu oxuyanda, Quran-ı Kərimi tədəbbür edəndə onun qəlbi titrəməlidir. Onun cildi, dərisi ürpəşməlidir. Necə ki, Allah Teala vəsf edir o möminləri ki, Quran-ı Kərimdə vəsf edir o kəslər ki, o möminlər ki, onlara Allahın kitabı oxunanda onların qəlbləri titrəyər və imanları artar. Onlar Rəbbinə təvəkkül edərlər. Ona görə Ramazan ayı Quran ayıdır. Və Ramazan ayında müsəlman çalışmalıdır ki, Quran-ı Kərimi öyrənsin, ona əməl etsin, onu çox oxusun, çox tədəbbür etsin, ondan irad etməsin, yəni üz çevirməsin. Həmçinin Allah Azze ve Celle xəbər verir ki, Quran-ı Kərimdə bizdən öncəkilər haqqında ki, onlara Quran-ı Kərim oxunanda onlar üzü qoylu səcdiyə gedərdilər, ağlayardılar. Allah Subhanahu buyurur ki, Qul aminu bihi ev la tu'minu. İnnellezine utul ilme min qablihi
İdə yutla aleyhim yuxurru əzqani succədən. Sizdən öncəkilərə Quran oxuyanda, tilavət olunanda onlar üzü qoyulu səcdə gedib ağlayardılar. Həmçinin Allah Subhanahu taala bizi həzər edib çəkindirir Quran-ı Kərimdən irad etməkdən, üz çevirməkdən. Və Quran-ı Kərimdə necə qardaş buyurduğu kimi üz çevirmək odur ki, onu həm əməldən üz çevirirsən, həm oxumaqdan, həm tilavətdən, həm tədəbbür etməkdən, həm təfəkkür etməkdən üz çevirirsən Quran-ı Kərimdən. Və Quran-ı Kərimdən üz çevirmək çox təhlükəlidir. İnsan elə bilməsin ki, onun Quran-ı Kərimi öyrənməməsi, oxumaması, əməl etməməsi günah deyil. Əksinə insan üçün çox təhlükəlidir. Allah Subhanahu taala buyurur ki: "Mən a'rada anhu fe innehu yahmil yevmel kıyameti vizra." Kim ondan üz çevirərsə, qiyamət günü böyük bir günahı daşıyaraq gələcək. Əzəmətli bir günahı. Və Quran-ı Kərim Allah Azze ve Celle zikr adlandırır. Quran-ı Kərim Peyğəmbər sallallahu əleyhi və səlləm zikr idi. Müsəlman ümməti üçün zikirdir. Və Quran-ı Kərim insan Quran-ı Kərimə boyun əyməlidir, onun əmrlərinə, qadağanlarına tabe olmalıdır. Ona görə kim Quran-ı Kərimi oxuyub əməl edərsə, tədəbbür edərsə heç vaxt azmaz və bədbəxtlərdən də olmaz. Necə ki Allah Subhanahu taala buyurur ki: "Fəimmə yətiyannakum minni hudan, fəmən ittəbə hudaya fələ yədillu və la yəşqa." Məndən bir hidayət gəldikdə kim ona tabe olarsa nə azmaz, nə də bədbəxtlərdən olmaz. Ona görə Quran-ı Kərimi oxumaq, ona əməl etmək, onun əmrlərini yerinə yetirib qadağalarına çəkinmək lazımdır ki, hətta hidayət üzərində olasan. Həmçinin Quran-ı Kərimdən üz çevirən insan Allah Azze ve Celle xəbər verir ki, həmən insan üçün qiyamət günü kör olaraq həşr olunacaq və dünya həyatında isə güzaranı darılacaq. Və buyurur ki: "Və mən a'rada an zikri fe inne lehu maişeten danka." Kim mənim zikrimdən üz çevirərsə, ona sıxıntılı bir həyat verərik, yəni güzaranı daraldaraq. Və nəhşuruhu yevmel qiyameti a'ma. Və qiyamət günündə kör olaraq həşr edərik. Qalə Rabbi limə həşərtəni a'ma və qad kuntu basira. Deyər ki, ey Rəbbim, mən niyə körü həşr etdin? Axı mən görürdüm. Qalə kəzəlikə ətətkə əyətuna. Beləcə sənə bizim ayətlərimiz gəldi, fənəsitə, sən onu unuttun. Və kəzəlikə yevmə tusa, bugün də sən unudulacaqsan. Ona görə Quran-ı Kərimi insan hansı ki Ramazan ayı gəlir, sayılacaq günlər qalıb. Və insan, müsəlman qarşısına məqsəd qoymalıdır. Əgər öyrənməyibsə onu öyrənsin. Əgər oxuya bilmirsə oxumağı çalışsın. Təcvidini öyrənsin. Quran-ı Kərimini xətm etsin, Quran-ı Kərimi. Ramazanda xətm etsin Quran-ı Kərimi. Bitirsin. Oxumağı çoxaltsın. Gecələr oxusun. Namazlarında oxusun. Və İbn Qayyim rahimehullah buyurur ki, Quran-ı Kərim insanın qəlbi üçün ən faydalı kitabdır. İnsanın qəlbi üçün ən faydalı kitabdır. Və biz də deyirik ki, insanın qəlbi islah olmayınca, qəlbi düzəlməyincə insanın zahir əməl ona fayda verməyəcək heç vaxtı. İnsan öz qəlbini islah etməyincə, qəlbini düzəltməyincə onun zahir əməlləri ona fayda verməyəcək. Ona görə ən birinci insan islah olunması lazım olan yer insanın qəlbidir, əzasıdır. Və Quran-ı Kərimdə insanın qəlbi üçün ən faydalı bir kitabdır. Həmçinin İbn Qayyim rahimehullah buyurur ki: "Vəl-mətlubu minəl-Qur'an huwa fəhmu ma'anihi vəl-amalu bihi." Bizdən tələb olunan odur ki, Quran-ı Kərimin mənalarını fəhm edək, başa düşək və onun əməl edək. فَإِنْ لَمْ تَكُنْ هَذِهِ هِمَّةٌ لَمْ يَكُنْ مِنْ أَهْلِ الْعِلْمِ وَالدِّينِ. Əgər insanda bu həvəs olmazsa, Quran-ı Kərimi öyrənmək, ona əməl etmək olmazsa, insan heç vaxtı ilim əhli və din əhli ola bilməz. Allah Subhanahu istəyirəm ki, Allah Teala bizi Quran-ı Kərimlə bərəkətləndirsin, Quran-ı Kərimlə hidayət etsin, Quran-ı Kərim əmirlərinə tabi olanlardan etsin, bizi Quranla yüksəltsin və Qurandan üz çevirən, ondan qafil olmaqdan qorusun.